Salam değerli ve hörmətli izləyicilərimiz, xoş gördük sizlərin hər biriniz. Sizlər üçün Binə qəsəbəsində Ülvi Şadlıq Saray Baxsa yolunda yerləşən 4 sotun içərisində yerdən kürsülü, tam təmirli 4 otaqlı həyət evindən inşallah tanış edəcəyik. Keçən evimizin bağ hissəsindən tanış olaq, ətraflı məlumatlar sizlər üçün çatdıracağıq. Buyurun. Evimiz tam təmirlidir, yaşayışlıdır değerli izləyicilərimiz. Evimizin bağ hissəsidir. Göründüğü kimi bu hissəmizdə özləri üçün mətbəx yaradılmışdır. İnşallah gəlib evə ətraflı baxış keçirib, sahibi ilə də görüşüb, qiymətində razılaşmaq mümkündür. İnşallah özünüz gəlsə evə ətraflı baxış keçirəcəksiniz. Keçən evin həyətinə, yəni həyətinə rahatlıqla 3 maşın yerləşir. Göründüğü kimi geniş bir həyəti var izləyicilərimiz. Evimizin sağı, solu her tarafı boşluktadır. Yani bu hissədə gördüğünüz kimi uvanlıkına kimi, soyuq isti suyuna kimi yanı var değerli izləyicilərimiz. Əlavə olaraq bu hissəmizdə əl damı yaradılmışdır. Keçən sizləri batmadan evin içərisindən tanış olağın. Evimizin qiyməti 75 minə deyilir. İnşallah yenə də gəlib sahibi ilə görüşüb qiymətində razılaşmaq mümkündür. Buyurun keçən evin içərisindən tanış olaq. Bəli, evimizin içərisinə daxil olduğumuz izləyicilərimiz girişdə bu hissədə mətbəx göründüyü kimi, yəni mebellərin həqiqətən də keyfiyyətli mebellərdən istifadə olunmuşdur. Bu hissəmizdə yerləşir ayrı-ayrıcılıqlar, sanuzör qovşağı. İnşallah özünüz də gəlib ətraflı baxış keçirəcəksiniz. Yəni evimizin kombisinə kimi mövcuddur. Keçən inşallah evimizin otaqlarıyla tanış olaq. Bu hissədə yerləşir bir dənə gözəl D-tipi uşaq otağı. Belə bir geniş yataq otağı izləyicilərimiz. İkinci bir geniş yatak otağı, üçüncü bir geniş yatak otağı üzr istəyirəm. Sonda evimizin zalı ilə tanış olacağıq. Zalı həqiqətən də geniş, kvadrat bir şəkildə zalı vardır. Evimiz 4 sotun içərisində yerləşir. 4 otaqdan ibarət izləyicilərimiz. İnşallah yenə də özünüz gəlib ətraflı evə baxış keçirib, sahibi ilə görüşüb, qiymətində razılaşmaq mümkündür. Əlaqə nömrələriniz ekranda qeyd olunmuşdur. Ətraflı məlumatlar üçün əlaqə saxlayın. Allah'la da satanından xeyir versin. Sağ olun.